İnancılar üçün ən yaxşı nümunə Peyğəmbərin zahiri görünüşü, yoxsa yolu? Qurani Kərimdə Allah buyurur: Allahın elçisində sizin üçün gözəl nümunə vardır. Əhzab 21. Bu ayə Peyğəmbərin möminlər üçün örnək olduğunu açıq şəkildə göstərir. Lakin əsas sual buradan başlayır. Bu nümunə nədədir? Peyğəmbərin geyim tərzində, fiziki xüsusiyyətlərində, zahiri görünüşündəmi, yoxsa onun gətirdiyi mesajda və tutduğu yolda mı? Nümunə anlayışı necə başa düşülür? Müasir müsəlman cəmiyyətində Peyğəmbərdən nümunə götürmək anlayışı çox vaxt zahiri oxşarlıqlarla izah olunur. Geyim tərzi, saqqal saxlayıb saxlamamaq və ya saqqalın uzunluğu bəzən dindarlığın əsas göstəricisi kimi təqdim edilir. Xüsusilə gənclər arasında bu yanaşma geniş yayılıb. Lakin bu yanaşmanı Quran ayələri ilə əsaslandırmaq mümkündürmü? Quran zahiri görünüşü nümunə kimi təqdim edirmi? Əgər Peyğəmbərdən nümunə götürməyin və ona tabe olmağın əsas meyarı zahiri görünüş olsaydı, Quran bunu açıq və birmənalı şəkildə ifadə edərdi. Halbuki Qurani Kərimdə Peyğəmbərin geyim tərzi, fiziki xüsusiyyətləri və ya zahiri görünüşü ilə bağlı hər hansı konkret ölçü və ya normativ göstəriş mövcud deyil. Bu hal təsadüfi deyil. Çünki geyim və zahiri formalar zamanın, coğrafiyanın və mədəni mühitin təsiri ilə dəyişən ünsürlərdir. Quran isə mahiyyəti etibarilə dəyişməyən ümumbəşəri dəyərlərə, ədalətə, haqqa və doğruluğa diqqət yönəldir və nümunə anlayışını məhz bu dəyərlər üzərində qurur. Peyğəmbərimizin yaşadığı 7-ci əsrdə nə fotoaparat, nə də video qeydləri mövcud idi. Onun zahiri görünüşü haqqında bildiklərimiz əsasən sonradan nəql edilən şifahi rəvayətlərə əsaslanır. Bu məlumatların zamanla dəyişməsi və fərqli şəkildə ötürülməsi mümkündür. Belə bir şəraitdə zahiri oxşarlığın əsas nümunə kimi qəbul edilməsi həm tarixi, həm də məntiqi baxımdan əsaslı görünmür. İbrahim Peyğəmbər nümunəsi. Quran nümunə anlayışını yalnız Mühəmməd Peyğəmbərin şəxsiyyəti ilə məhdudlaşdırmır. Mümtəhaynə surəsinin 4-cü ayəsində İbrahim Peyğəmbər və onunla birlikdə olanlar da möminlər üçün gözəl nümunə kimi təqdim edilir. Halbuki İbrahim Peyğəmbər daha qədim bir dövrdə yaşamışdır və onun zahiri görünüşü barədə nə etibarlı yazılı, nə də şifahi təsvir mövcuddur. Buna baxmayaraq, Quran onu nümunə kimi göstərir. Bu məqam aydın şəkildə göstərir ki, Quran baxımından nümunə anlayışı zahiri formaya deyil, insanın tutduğu mövqeyə, təmsil etdiyi dəyərlərə və izlədiyi yola əsaslanır. Peyğəmbərlərin əsas mesajı. Quranda Peyğəmbərlərin ortaq missiyası aydın şəkildə ifadə olunub. Onlar insanları ədalətli olmağa, doğru danışmağa, doğru şahidlik etməyə, haqsızlıq etməməyə, günahsız insanları öldürməməyə, haqqı müdafiə etməyə, zülmə qarşı durmağa çağırmışlar. Quranda belə mesajlar yüzlərlədir. Bu çağırışlar Peyğəmbərlərin şəxsi fikirləri deyil, Allahın göndərdiyi ilahi mesajlardır. Peyğəmbərlərin əsas vəzifəsi bu mesajı insanlara çatdırmaq olub. Səhabələr nümunəni necə başa düşürdülər? Peyğəmbərin çağırışını ilk qəbul edən səhabələr üçün əsas meyar onun zahiri görünüşü deyil, gətirdiyi ilahi mesaj olmuşdur. Onlar Peyğəmbərin geyiminə və ya fiziki xüsusiyyətlərinə deyil, Quranda təsbit olunan ədalət, haqq və məsuliyyət çağırışına tabe olmuşlar. Səhabələrin məruz qaldığı təzyiqlər və ağır əziyyətlər zahiri oxşarlıqdan deyil, mövcud ictimai-siyasi haqsızlıqlara qarşı tutduqları mövqeydən qaynaqlanmışdır. Əgər iman zahiri bənzərliklə müəyyən edilsəydi, Peyğəmbərə oxşar geyim kifayət edər, dərin mənəvi və əxlaqi dönüşə ehtiyac qalmazdı. Bu da həm Quranın mahiyyətinə, həm də Peyğəmbərlik missiyasının məqsədinə zidd olardı. Deməli, səhabələrin Peyğəmbərdən götürdüyü əsas nümunə zahiri forma deyil, tək Allaha iman, ədalətli ilahi qanunlara bağlılıq və bu dəyərləri cəmiyyət həyatında aktiv şəkildə müdafiə etmək idi. Bugün Peyğəmbərdən necə nümunə götürürük? Müasir dövrdə Qurani Kərim hər kəs üçün açıq və əlçatandır. Bu baxımdan Peyğəmbərdən nümunə götürmək iddiası zahiri bənzərliklə deyil, Qurandakı mesajların dərk edilməsi, onun həyat praktikalarına tətbiq edilməsi və bu dəyərlərin cəmiyyətə çatdırılması ilə ölçülür. Ədaləti və haqqı müdafiə edən, haqsızlıq qarşısında mövqe nümayiş etdirən hər bir mömin Peyğəmbərlərin tutduğu yolu davam etdirmiş sayılır.
Dolayısıyla Peyğəmbərdən nümunə götürməyin ən əsaslı və məntiqi forması onun gətirdiyi ilahi missiyanı yaşatmaqdır. Nəticə: Quran baxımından nümunə anlayışı zahiri forma ilə deyil, ilahi mesaja sadiqliklə müəyyən edilir. Bu səbəbdən möminlər üçün əsas örnək Peyğəmbərin fiziki görünüşü deyil, onun Quranda təcəssüm edən yoludur. Həqiqi nümunə Allahın mesajını dərk etmək, onu fərdi və ictimai həyatda yaşamaq və bu dəyərləri başqalarına çatdırmaqla reallaşır.